Sənin həyat yoldaşın, dostun, tanışın nə qədər yaxşı olsa da sənin içində olan o eşq boşluğunu doldura bilmir. İndi də insanlar o qədər mənfəətpərəst olub, dostluqlar da davamsızdır, ailələr də davamsızdır. Ona görə ki, gözləntilər həddindən artıq çoxalıb bir-birindən. Və insan başa düşmür ki, nə qədər vəfalı dost olsa da sənin içində çox böyük bir eşq boşluğu var. O dost onu doldura bilməyəcək, istəsə də doldura bilməyəcək, öhdəsindən gələ bilməyəcək. Bu qədər gözləntidə olma heç kəsdən ki, heç kəsdən inciməyəsən. Əvvəldən də bil ki, bu alınmayacaq. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bir vəfa dünyada gördüm, bir vəfa gördüm. Bu təkcə insanların, dostların vəfasızlığından danışmır, daha fundamental fəlsəfi mövzuya işarə edir ki, yəni zatən güclərində deyil sənə qarşı vəfalı olmaq. Vəfalı olsalar belə sənin istədiyin deyirlər.